Salam, bugünkü dərsimiz fizika üçün sertifikasiyadan verilmiş nümunə test tapşırıqlarının izahının ardıdır. Keçən dərsimizdə 40-cı test tapşırığına qədər izah etmişdik. İndi 41-ci test tapşırığımızdan başlayaq. Cismin müstəvi cüzüdə xəyalı. Bilirik ki, müstəvi cüzüdə xəyal cisimlə simmetrik olur. Cismin özü boyda olur, yəni simmetrik olur. Bu məsafə bu məsafəyə bərabərdir. Cismin özü boyda olur, düzünə olur və şüaların özləri yox, uzantıları kəsişdiyində mövhumi olur. Deməli, müstəvi cüzü üçün qaydamız, xəyal üçün qaydamız saysaq, yazarıq ki, özü boyda, düzünə, simmetrik, mövhumi. Deməli, bizə buradan bir dənə mövhumi yarayır. Yalnız 2. Cavabımız olar C variantı. 2F nöqtəsindən çəkərək kökük cüzüyə düşən I şüasının sonraki yolu hansıdır? Baxırıq ki, burada 2F nöqtəsi optik mərkəzdir. Bilirik ki, fokus məsafəsi əyrilik radiusunun yarısına bərabərdir. Onda bura F-dirsə, burada olur 2F. Və şüa optik mərkəzdən çəkən şüa öz yolu ilə də geri qayıdır. Baxırıq, burada bizim uyğun gələn cavabımız olur 3. Növbət tapşırığımıza baxaq. Linzanın fokus məsafəsinin linzadan xəyala qədər olan məsafədən asılılıq qrafiki hansıdır? Biz mövzumuzdan bilirik ki, optik qüvvə və fokus məsafəsi linza maddəsinin növündən və əyrilik radiusundan asılıdır. Cisim məsafəsindən və xəyal məsafəsindən asılı deyil. Cavabımız olur A variantı. Növbət tapşırığımıza baxaq. Diffraksiya qəfəsinin spektrində birinci tərtib maksimum üçün meyl bucağının sinusunun qəfəsin üzərinə düşən monoxromatik şüalanmanın dalğa uzunluğundan asılılığı verilmişdir. A nöqtəsinə uyğun dalğa uzunluğunu hesablayın. Əvvəlcə dalğa uzunluğu 600 metr olan hal üçün biz qəfəs periodunu tapaq. D sinus fi bərabərdir K lambda. D vurulsun. Sinus fiyə yazarıq 1 bərabərdir. K da birinci tərtib teoremədir. 1 lambdanı da yazarıq. Buradan lambdamız da 600'dür. Onda D bərabər olacaq 600 nanometr. İndi A nöqtəsi üçün həmin düsturu yazırıq. D-ni tapdıq 600 bərabər sinus fiyə yazırıq 0.5 vur 0.5 bərabərdir. K-ya yenə 1 yazırıq. Vur lambda. Buradan lambda bərabər olur. 600'ü 0.5'e vursaq 300 nanometr. Cavabımız olar B variantı. Növbət tapşırığımıza baxaq. 15 volt potensiallar fərqini çəkən alfa zərrəciyin kinetik enerjisinin dəyişməsini hesablayın. Biz bilirik ki, delta Y kinetik bərabərdir Q fi 1 minus fi 2'dir. Burada Q helium zərrəci olduğundan Q'nun yerinə biz 2 elementar yük yazarıq. Çünki helium 2 4'dür. Onun yük ədədi 2'yə bərabərdir. 2'ye yazsaq 2 vurulsun. Y'nin yerinə 1,6 vur 10 üstü mənfi 19. Potensiallar fərqimiz də 15'dir. Vur 15 bərabərdir. 1,6 vur 30 vur 10 üstü mənfi 19. Bu da eləyər 4,8 vur 10 üstü mənfi 18 joule. Cavabımız olar A variantı. Udulan fotonun enerjisi 4 elektron volt yazarıq. Y foton bərabərdir 4 elektron volta. O da bərabərdir H nödür. Kinetik enerjisi 3 elektron voltdur. Y kinetik bərabərdir 3 elektron volt. Udulan fotonun tezliyini 2 dəfə artırsaq, deməli biz buradan növünü 2 dəfə artırırıqsa, enerjimiz də 2 dəfə artır. Onda olası bizim fotonun enerjisi ikinci hal üçün 8 elektron volt. Bizdən ikinci hal üçün kinetik enerjini istəyir. Birinci hal üçün biz foton enerjisi üçün yazarıq. Y foton bərabərdir Y kinetik plus A çıxış. Buradan A çıxışı taparıq. Y fotondan Y kinetiki çıxarıq. Əvvəl 4 idi. 4'dən 3'ü çıxarıq. Eləyər 1 elektron volt. İkinci hal üçün gətirib yerinə yazsaq, Y foton yenə eyni düsturumuzdan Y fotonun yerinə 8 bərabərdir
A Y kinetiki bilmirik. A çıxış da 1'dir. Onda buradan Y kinetik bərabərdir 8/1. O da bərabərdir 7 elektron volt. Cavabımız olar A variantı. Hidrogen atomu enerjisi -13,6 elektron volt olan əsas haldadır. İkinci enerji səviyyəsində hidrogen atomunun iyonlaşma enerjisi nəyə bərabərdir? Birinci enerji səviyyəsi, bu da olsun ikincisi enerji səviyyəsi. N bərabərdir 1. Buraya yazarıq 2. Burada enerjimiz -13,6 elektron voltdur. İkinci səviyyədə enerjimiz 3,4 elektron voltdur. Cavabımız olar B variantı. Lityum 3,7 nüvəsinə xüsusi rabitə enerjisi Y olarsa, rabitə enerjisi nəyə bərabərdir? Bilirik ki, xüsusi rabitə enerjisi nukleonların sayına olan nisbətidir. Nukleonlarımız 7 dənədir. Onda biz yazarıq bura Y bölü 7. Onda biz rabitə enerjisini tapsaq 7 Y'yə bərabər olar. Cavabımız olar Y variantı. Elementar zərərçilərin qeydə alınması üçün hansı cihazlardan istifadə olunur? Bilirik ki, bunu dərsimizdən Wilson kamerası, Heyger sayğacı. Cavabımız olar 1 və 3. A variantı. Əllinci tapşırığımıza baxaq. Faydalı şəmsalı 30% yazarıq. ETA bərabərdir 30%. Mühərrikin sərf etdiyi benzinin kütləsinin zamandan asılılığı verilmişdir. Sürəti 23 metr/saniyədir. V bərabərdir 23 metr/saniyə. Dartı qüvvəsini hesablayın deyir. Kütləsi var, zamanı var. Faydalı şəmsal üçün düsturumuzu yazarıq. ETA bərabərdir. Həm belə yaza bilərik. A faydalı böl A tam vur 100% və yaxud bizə asan da olsun deyə istilik mühərriklərində A faydalı böl A tam vur 100% düsturunun yerinə biz istilik mühərriklər üçün düsturdan daha rahat tapa bilərik. A bölünsün Q vurulsun 100%. İfadələrdən yerinə yazsaq, ETA bərabərdir. A-nın yerinə yazarıq. Gücün düsturundan N bərabərdir A böl T'dir. Onda biz burada A'nın yerinə N vur T. N'in də yerinə F dartı vur V. Vur T yerinə yazarıq. Deməli, ETA bərabərdir. A'nın yerinə F dartı vur V vur T. Q da yanacağın yanma istiliyidir. Q vurulsun M. Vur 100%. Qiymətləri yerinə yazsaq 30% bərabərdir. F dartını bilmirik. Vur. V'nin yerinə yazarıq 23. Vur T'nin yerinə. Məsələn, burada 1 saatı götürsək, onu da çevirərik saniyə 3600. Böl Q xüsusi yanma istiliyi 46 megajouldur. Onu da yazarıq 46 vur 10 üstü 6 joule. Kütlərində 1 saata uyğun, kütlə də olar 3,6 kiloqram. Vur 100%. Onda buradan ixtisarlarımıza aparsaq, burada qalar 2. 10 üstü 6'nın 1 10'unu 3 16'ya vursaq, burada qalar 10 üstü 5, burada qalar 36. 36'lar da ixtisar gedər. Deməli, surətdə qaldı F dartı vurulsun 100 bölünsün 2 vurulsun 10 üstü 5 bərabərdir. 30'u da 100'e bölsək 0,3. Buradan F dartı bərabərdir. 100 ilə də bu 10 üstü 5'in 2 sıfıra gedər. Burada qalar 10 üstü 3. 0,3 vur 2 vur 10 üstü 3. Bu deliyər 0,6 vur 1000. O deliyər 600 Newton. Cavabımız olar A variantı. Bugünkü tapşırıqlarımız bu qədər. Hər birinizə sertifikasiyada uğurlar arzulayıram. Sağ olun.